Hər gün oxuduğumuz Fatihə surəsindəki Əlhəmdülillahi Rəbbil Aləmin ayəsində Rəbb kəlməsi ilə rububiyyət məqamı diqqətimiz önündə saxlanılır və tərbiyənin əhəmiyyəti nəzərimizə təkrar-təkrar çatdırılır. Qıldığımız namazlarda bunu oxumağımız əmr edilmişdi. Bu məqam Allah Teala'dan sonra peyğəmbərlərə və Allahın digər salih qullarına aiddir. Ayədə Allah kəlməsindən sonra Rəbbil Aləmin sifəti yer almışdı. Yəni Allah bütün aləmlərin tərbiyəçisidir. Beləliklə bu surə bizə təlim və tərbiyənin Sırat-ül Müstəqimdə bir hərəkət olduğunu öyrədir. Sırat-ül Müstəqimin o biri tərəfi mütləq kamal olan Allahdır. Bizə peyğəmbər və övliyanın tərbiyəsini qəbul etmək əmr edilmişdir ki, onlar bizi Sırat-ül Müstəqimə hidayət etsinlər. Çünki insanlığın yeganə qurtuluşu buradadır. Hər gün dəfələrlə Allaha yalvarın ki, sizi Sırat-ül Müstəqimə qovuşdursun. Sağına və soluna deyil, qəzəbə uğrayanların və zəlalətdə olanların yoluna yox. Biz bu nüansa diqqət yetirməliyik ki, təlimsiz və tərbiyəsiz başlı-başına buraxılmış halda yaşasaq, çox pis və alçaq məxluq olarıq. Yox, əgər təlim-tərbiyə alaraq yetişəriksə və durmadan Sırat-ül Müstəqimdə addımlasaq, o zaman elə bir məqama yetişərik ki, bu dəqiqə heç onu dərk etməyə belə qabiliyyətimiz yoxdur. Bizim üçün oranın təsəvvürü belə mümkün deyil. O yerlər ki, orada sadəcə Dəryai Kibriya, Mülkül Övliya var, əzəmət dənizi mövcuddur.